Bu həftə xalq artisti İlhamə Quliyeva vətənimizdə baş tutacaq ilk Avropa oyunlarına həsr olunan Baba Vəziroğlu'nun sözlərinə Tahir Əkbərin bəstəsinə olan mahnıya klip çəkdirdi və təqdimat keçirdi. Hər kəs, media mənsubları və tanınmış ziyalılarımız xalq artistini təbrik etməyə gəlmişdilər. İlhamə xanımı təbrik edirəm. Bu yeni ərsəyə gələn mahnı münasibəti ilə. İlk Avropa oyunlarına həsr olmuş İlhamə xanımın tədbirinə gəlmişəm, dəstək olacağım. Bir daha İlhamə xanımın bax bu gözəl layihəsinə ürəkdən təbrik edirəm. İlhamə xanımın ifası məktəbdir və bu məktəbdən biz hələ öyrənməliyik, bəlkə də hələ heç nə öyrənə bilməmişik. Nadir öz aramızdır. Son vaxtlar aralarında konflikt yaşanan iki xanım sənətkarımızın ikisi ilə də yaxın dostsan. Bu sənə problem yaratmır ki? Fərqi yoxdur. Onların öz şəxsi konfliktlərinə mən qarışmıram. Onlar hər ikisi məncə böyük sənətkardır. Mən onlara sənət baxışımdan, insan baxışı ilə baxıram və xanım olaraq yəni gözümdə, nəzərimdə də olar. Ateşgahdan alışan bir sönməz məşəl yanır. Möhtəşəm klipi izlədikdən sonra növbə gəldi çatdı xalq artistimizlə söhbətə. Mən Avropa oyunlarına bir gözəl Baba Vəziroğlu'dan və Tahir Əkbərdən bir gözəl əsər oxumuşam və biz onun klipini kameraya almışıq. Bu gün o klipimin təqdimatıdır. Hər zaman vətənini sevən İlhamə Quliyeva öz dəstəyini ilk Avropa oyunlarından da əsirgəmədi. Mən heç vaxtı sakit oturmuram. Hər bir ölkəmdə, dövlətimdə baş verən yaxşı hadisələrə hər zaman öz münasibətimi bildirirəm. Və bu Avropa oyunlarının da mərhələsində mən öz zəhmətimin bəhrəsi olan o klipi çəkdirdim. Dünyanın nəzərləri Azərbaycana baxır. Xəzərin sahilində Mehribanın bir inci. Mən arzu edirəm ki, bizim idmanın zirvələrini fəth edən idmançılarımıza uğurlar arzu edirəm. Klipin çəkilişlərinə gəlincə isə Bir günə çəkdirmişəm. Bir günə. Məkan belədir də həyatım. Səni kameraman çəkir. O görüntüləri də onu sonra mən məkanlara getməmişəm. Bir məkanda durmuşam, çəkdirmişəm. Sonra da məkanları özüm demişəm. Bu məkan, o məkan. Avropa oyunları ilk qələbə sevinci. Deyəsən elə əsas təşəbbüskar belə xatırlayıram. Əgər yaddaşım məni aldatmırsa, İlhamə xanım dedi ki, belə bir şey eləyək. Və elə bir sanki bir arzu kimi hamımızın xəyalında dolaşırdı ki, nəsə bir iş görək. Təbii ki, İlhamə xanımla təşəbbüs gəldi. Biraz biz böyük məmnuniyyətlə yeni bir işbirliyinə imza qoyduq. Sözsüz ki, bilirsiniz, mahnı bir quşa bənzədirəm. Bir qolu əyəm, bir qanadı, deməli, bəstəkardır, o birisi qanadı şairdir və sözsüz ki, onun döyünən ürəyi o zirvəyə qaldıran müğənnidir. Bizim bu mahnımız bax, bu üçlükdən yaranıbdır. Və sözsüz ki, səbəbkarı bu bizim böyük bir hadisəmiz, deməli, bu Avropa oyunları olubdur. Və mən belə derdim ki, bu bir siz adi bir mahnı deyil, bu himndir. Yaşanan ol hər zaman Azərbaycan torpağı, Azərbaycan torpağı. Yaşayın hamı vətən, Mehribanın birinci ucal Heydər bayrağı. Ucal Heydər bayrağı.
çəkilişində kaprizli deyil. Amma bir şey də var ki, hər bir ulduzun kaprizi olmalıdır. İlhamə xanım da əlçatmaz ulduzdur da. Biz də şou məkanı olaraq xalq artistimiz İlhamə Quliyevanın yeni möhtəşəm işini